Həyatda elə dərslər var ki, heç kim bizə demir. Ona görə də eyni səhvləri illərlə təkrar edirik. Bugün sənə o dərslərdən danışacağam. Əgər bu videonu sona qədər izləsən, həyatına tamam fərqli baxmağa başlayacaqsan. Burada eşidəcəklərin bəlkə də bu il, bəlkə də həyatın boyunca eşitməli olduğun ən vacib sözlər olacaq. Mənə inansan da, inanmasan da, əminəm ki, tətbiq etsən, bu dərslərdən ən az biri sənin həyatını xilas edəcək. Birinci dərs. Dostların həyatını dəyişir. Həyatda çox sadə bir həqiqət var. İnsan kimlə çox vaxt keçirirsə, ona bənzəyir. Sən istəsən də, istəməsən də, ətrafındakı insanlar sənin düşüncələrini, enerjini, qərarlarını və hətta gələcəyini formalaşdırır. Bəlkə bunu 100 dəfə eşitmisən, amma heç vaxt bunu dərindən hiss etməmisən. İnsanın gələcəyi onunla ən çox vaxt keçirən 3 nəfərin ortalamasıdır. Ətrafındakı insanların düşüncəsi, danışığı, enerjisi sənin gələcəyini müəyyən edir. Əgər ətrafında səni aşağı çəkən insanlar varsa, sən də aşağı düşəcəksən. Dəyişmək istəyirsənsə, ilk addım ətrafını dəyişməkdir. Bir düşün, çevrəndə daim şikayət edən, hər şeydən narazı olan, vaxtını boş yerə keçirən insanlar varsa, sən nə qədər inkişaf etməyə çalışsan da, irəlləməyəcəksən. Çünki onların enerjisi səni yavaş-yavaş çəkir. Amma bir nümunə verim. Bir adam var idi. Hər gün eyni insanlarla oturub dururdu. Onlar yalnız problemlərdən danışırdı. Bu ölkədə heç nə olmaz, bizdən adam çıxmaz, deyə-deyə onun düşüncələrini də zəhərləyirdilər. O isə hiss etmirdi ki, həyatının yarısını məhz bu insanlar idarə edir. O adam da dəyişmək istəyirdi, amma edə bilmirdi, çünki ətrafı dəyişmirdi. Bir gün özünə sual verdi. Mən niyə inkişaf etmirəm? Cavab sadə idi. Yanlış adamlarla vaxt keçirdiyi üçün. O adam çevrəsini dəyişdi. Onu motivasiya edən, düşünməyə vadar edən, özünü inkişaf etdirən insanlarla ünsiyyət qurmağa başladı. Və nə baş verdi? Cəmi 6 aya həyat tamamilə dəyişdi. Daha yaxşı iş, daha yüksək maaş, daha çox özünə güvən, daha az stres. Həyatında heç nə təsadüf deyil. Sənə zərər verən dostlarını dəyişmədən həyat dəyişmir. Növbəti dərs səni biraz sarsıdacaq, amma buna hazırsan. İkinci dərs. Uğur səssiz gəlir. İnsanlar səsküyü görür, amma səssizliyin içində gedən mübarizəni görmür. Səsküylü planlar çox vaxt havada qalır. Səssiz hazırlıq isə həmişə nəticə verir. Biri var idi. Bir il yoxa çıxmış kimi oldu. Heç nə paylaşmadı, boş vaxtını sosial şəbəkədə deyil, öz inkişafında keçirdi. Dostlarla az görüşdü, hər gün saatlarla çalışdı. Kənardan baxanlar düşündü ki, bu insan geri gedir. Amma o, həyatının ən böyük dönüş nöqtəsini hazırlayırdı. Bir il sonra elə bir işlə ortaya çıxdı ki, hamı şoka düşdü. Bu nə vaxt belə oldu? Bu nə vaxt belə inkişaf etdi? Heç kim bilmədi ki, o səssiz-səssiz nələr yaşayıb. İnsanlar səni görməyəndə sən daha çox inkişaf edirsən. Uğur səsküy istəmir, o səssizlikdə yetişir. Üçüncü dərs. Qorxu həyatın ən böyük oğrusudur. Qorxu səni öldürmür, amma həyatını oğurlayır. İllərini alır, imkanlarını alır, cəsarətini alır. Qorxu sənə imkan vermir qərar verəsən, dəyişəsən, böyüyəsən. İllərlə bəlkə alınmaz deyə gözləyənlər həyatın ən böyük fürsətlərini itirir. Biri var idi, işini dəyişmək istəyirdi, daha yaxşı ola biləcəyinə inanırdı. Amma hər dəfə bəlkə alınmaz qorxusu onu saxlayırdı. Ya alınmasa, ya səhv etsəm, ya məni tənqid etsələr. Bu düşüncələr onun illərini oğurladı. Nəhayət bir gün cəsarətini toplayıb addım atdı və gördü ki, qorxduğu şeylərin 80%-i heç real deyilmiş. Qorxunu keçən insan yüksəlir, həyatındakı bütün qapıları açır. Qorxunu keçməyən isə eyni yerdə qalır. Dördüncü dərs.
İnsan öz gücünü gec tapır. İnsan özünü ən gec anlayan varlıqdır. Hər bir insanın içində güc var. Hər kəsin içində potensial var. Hər kəsin. Amma insanların çoxu bu gücü 30 yaşında, 40 yaşında, bəziləri isə heç vaxt kəşf etmir. Biri var idi. Özünü dəyərsiz hiss edirdi. Nə etsə də nəticə görmürdü. Hər şeyi yarımçıq qoyurdu. Bir gün təsadüfən öz gücünün fərqinə vardı. İnsanlarla danışanda onları ruhlandırdığını kəşf etdi. O an başa düşdü ki, onun gücü motivasiya verməkdir. Amma bu həqiqəti tapması 35 il çəkdi. Özünü erkən tanıyan insan erkən qalxır, daha tez yüksəlir. 5-ci dərs. Sən nə qədər yaxşı olsan belə hamını razı sala bilməyəcəksən. Bu dünya elə qurulub ki, nə etsən, nə qədər mükəmməl olsan belə yenə də kimsə narazı olacaq. Bu qanundur. Bir insan bir post yazdı. 1000 nəfər bəyəndi, bir nəfər tənqid etdi. O isə tənqid edənin dediyini düşündü. 1000 nəfərin dəstəyini isə unutdu. Bu insan beyninin oyunudur. Bu insan psixologiyasıdır. Biz bir negativi 100 pozitivdən daha tez yadda saxlayırıq. Unutma, hamıya xoş gəlmək istəyən özünü unudur. Bir nəfərin fikrinə görə həyat qurmaq olmaz. Həyatını minlərlə doğruya, yoxsa bir tənqidə görə qurduğunu seç. 6-cı dərs. Sənin üçün heç kim gəlməyəcək. Bu həyatın ən sərt dərsidir. Bu dərs acıdır, amma həqiqətdir. Həyatında ən çətin anlarda bunu anlayacaqsan. İnsan çətin vaxtında gözləyir ki, dostlar, tanışlar, kimlərsə gəlib onu xilas edəcək. Amma həyat elə deyil. Bir gənc çətin dövrdə hamıdan kömək gözlədi. Heç kim yanında olmadı. Və o zaman başa düşdü ki, insan ən çətin yerdən yalnız bir yolla qalxır, öz gücü ilə. Bu, tək qalmaq deyil, bu azad olmaqdır. Həyat tək başına qalxanı sevir. Çünki o gün anlayırsan ki, həyatını dəyişən yeganə adam elə sən özünsən. Ya özün qalxacaqsan, ya da elə oradaca qalacaqsan. Başqa yol yoxdur. 7-ci dərs. Səssizlik ən böyük qisas, ən güclü cavabdır. Həyatda səni aşağı çəkən insanlar olacaq. Bəyənməyənlər, lağa qoyanlar, səni görməyənlər olacaq. Səndən heç nə olmaz, alınmaz deyənlər olacaq. Sən onlara özünü sübut etmək məcburiyyətində deyilsən. Onlara ən böyük cavab səssiz inkişafdır. Biri var idi. İllərlə heç kim ona inanmırdı. Hamı onu kiçik görürdü. O isə danışmırdı, cavab vermirdi. Nəyisə sübut etməyə çalışmırdı. Sadəcə səssiz çalışırdı və bir gün elə yüksəldi ki, heç bir sözə ehtiyac qalmadı. O səssizlik, o iş, o inkişaf hamı üçün ən böyük cavab oldu. İnkişaf etdikcə uğur sənin əvəzindən danışır. Əgər bu videonu sona qədər izlədinsə, deməli içində hələ də dəyişmək istəyi var və sən bunun üçün addım atmısan. Bu kanalda mən hər gün sənə düşünmək, böyümək və inkişaf etmək üçün yeni fikirlər təqdim edirəm. Əgər dəstək olmaq istəyirsənsə, videonu bəyən və kanala abunə ol. Sənin bir bəyənin və bir abunən bu videonun daha çox insana çatmasına kömək edir. İzlədiyin üçün təşəkkür edirəm. Növbəti videoda görüşənədək.